nə də o varlı qardaş fəxrləməsin özündə olanla. Anasının qarnında olanda, atasının belində olanda o mal onda deyildi. Kim verdi onu ona? Allah Subhanahu taala verdi. Heç onda olan əzalar onda oxuydu. Allah Subhanahu taalanın nemətləri vallahi ki o qədərdir ki, şükrün çatdıra bilmərsən. Ən çox da o zənginlər ki var. Muhammed sallallahu əleyhi və səlləmin vaxtındakı zənginlərə fikir ver. Kasıblar gəlirlər. Ya Rasulullah, varlılar bizdən qabağa gediblər. Mal qazanmaqda, pul qazanmaqda, yox, onların dərdi o deyil. Sədəqə verirlər, çoxlu savab qazanırlar. Biz verə bilmirik, pulumuz yoxdur. Deyirsiniz, zikirləri eləyin onda. Zikir eləyin. Sonra gəlirlər ki, bir dənə də şikayətə. Bəs onlar da zikir eləyir, başladılar zikirə. Demədi, hələ başladılar mallarını artırmağa. Çünki onsuz da bilirdilər ki, sədəqə verdikləri şey üçün Allah malı artıracaq. Onlar bilirdilər ki, bütün mallarını versələr, onların evində Allah və Rasulluq alacaq. Abbaqir radiyallahu anh nə dedi? Muhammed s.ə.v soruşdu ki, Abbaqir radiyallahu anh, sən nə saxladın evində? Nə qaldı evində? Allah və Rasulluq aldı. O mənim idi ki, evimdəki. O mallar mənim idi. Mən heç özümün də elə. Mən Allahına. O mal necə mənim olsun ki? Hamısını Allah yolunda verir.